Salam. Növbəti bir YouTube videosunda sizlərlə bir yerdəyəm. Soyuq bir Avropa qışı günü və mənim podkastım. Xoş gəlmisiniz. Artıq sizinlə belə rahat-rahat danışmaq mənə çox xoş təsir edir. Çünki aldığım geri dönüşlərə görə hər birinizə minnətdaram. Çox təşəkkür edirəm. Mövzumuz biraz fərqli istiqamətdə olacaq. Zamanında yaşadığımız bullying, o bullyingin bizə gətirdikləri və bu gün bullyingdən sonra yaşadığımız mobbinglər. Biraz qarışıq mövzudur. Çalışacağam ki, bütün fikirlərimi istədiyim kimi tam olaraq sizə çatdıra bilim. Ümumiyyətlə bullying nədir? Bir insanı narahat edici bir şəkildə, belə deyim də, qısnama. Tənqid eləmə, tənqid deyil, qısnamadır. Yəni bu fiziksel də ola bilər, bu verbal sözlü də ola bilər, bu sosial da ola bilər və həmçinin də kiberbullying ola bilər. Bizim hal-hazırda ən çox narahat olduğumuz mövzu yeniyetmələrdə və gənclərdə gördüyümüz, hətta o yeniyetmə və gənclərin biraz öz güvənində, biraz təşviş həyəcanında varsa, tam olaraq həmin o situasiyaya təslim ola bilirlər. Əfsuslar olsun ki, bu situasiyalarla qarşılaşa bilirik. Çünki hal-hazırda bütün gənclərin, bütün yeniyetmələrin əlində telefon var və siz onu onun əlindən ala bilmirsiniz heç bir şəkildə. Çünki dövr bunu tələb edir deyək də. Düzdür, mən çox alqışlayıram. Disiplinalı valideynlər var, hansı ki, müəyyən qədər proqramlar yükləyirlər. Təbii ki, burada yaş göstəricisi çox önəmlidir və telefon həmçinin valideyn nəzarətində də olur. Bu çox əla bir şeydir. Amma heç də hər bir ailədən bu performansı görə bilmirik. Və nəticədə arzu olunmaz, istəmədiyimiz problemlərlə və кейslərlə qarşılaşa bilir. Arzu olunandır ki, yeniyetmələr və gənclər dediyim burada universitet tələbələri nəzərdə tutulur. Daha yaxından maraqlansınlar, daha rahat ünsiyyət qursunlar, onları aktiv şəkildə dinləsinlər. Çünki həmin period o qədər təhlükəli bir perioddur ki, ehtiyacı olur ki, həmin insanın həm dost kimi gördüyü, həm ondan çox təcrübəsi olduğu bir insandan yaşadığı situasiyanı və fikirləri bölüşsün. Çünki mənim bir müəllimim vardı, universitetdə hər zaman deyirdi ki, insan yeniyetməlik periodundan ya dahi olur, bitirir, keçir o periodu, ya dəli olur. Çünki o qədər təhlükəli bizim kimliyimizi üzr istəyirəm, kimliyimizi dərk elədiyimiz, özümüzü dərk eləməyə başladığımız bir perioddur. Və bullying bu məsələlərin hansı hissəsindədir? Yeniyetməlikdə mənim sahəm xüsusi olaraq yeniyetmə və gənclər olduğu üçün mən xüsusi olaraq məsələnin bu hissəsinə toxunmaq istəyirəm. Təbii ki, bu uşaq yaşlarında da olur, bağçada da olur, məktəbdə də olur və s. Amma sırf mənim sahəm yeniyetmə və gənclər olduğu üçün o mövqedən fikirlərimi bildirəcəm. Yeniyetməlik dövründə onsuz da yeniyetmələrin özlərinə qarşı xüsusi bir narahat edici düşüncələri olur. Saçım belədir, üzüm belədir. Hansı ki, orada hormonal dəyişikliklər olur, emosional dəyişikliklər olur. Bədən özünü yenidən yaradır və bu da həmin yeniyetmələrə cinsindən asılı olmayaraq müəyyən qədər narahatlıq verə bilir. Bu çox normaldır. Yeniyetmələr özlərini onsuz da narahat hiss edirlər və bullyingə məruz qaldıqları zamanda kənardan o narahatlıqları eşitdikləri zaman, hətta mən fiziki halından danışmıram, hələ ki, sadəcə verbal halından, sözlü halından danışıram. O insana necə bir narahatlıq verə bilir. Və ya tam elə fiziki də olsun, məktəblərdə görə bilərik, şahid ola bilərik bunun ki, daha güclü oğlanlar birlikdə daha fiziksel cəhətdən zəif olan bir oğlanı, belə deyim də, tekləyə bilərlər, öz aqressiyalarını, öz gücünü onun üstündə göstərə bilirlər və ya az öncə danışdığım kiberbullyinglər əks cinslər arasında baş verə bilir bu və ya eyni cinslər arasında hansı ki, müəyyən qədər təhdid olur. İşin içinə əgər şəkil və ya digər vizual və ya səs varsa, onları da bəzən yaymaqla təhdid oluna bilir. Hansı ki, səhv eləmirəmsə 2 il öncə idi. Rayonu tam xatırlamıram. Hansı rayon məktəbinin məktəbliləri idi. Digər bir qızın saçını kəsirdilər, ona
daha belə deyim də təhqir edici sözlər işlədirdilər və sair videolar yayılmışdı. Bunlar nədən yaranır? Bunlar ondan yaranır ki, az öncə fiziksel bullyingdən danışdım, yeniyetmələrin güc tətbiq etməyindən, hansı ki, ailə nəzarətinin olmamağı, ailə tərbiyə modelinin daha liberal olmağı, daha belə deyim də rahat olmağı, nəzarətin zəif olmağı və ya tam əksinə nəzarətin çox güclü olmağı, avtoritar ailə modelinin olmağı, aşırı aqressiya görüldüyü və ya valideynlər arasında bir-birinə şiddət gördüyü və həmin o aqressiyanın insan bədənində yığıldığı və onu ifadə etmə biçimi. Çünki duyğular elə bir məfhumdur ki, siz onu bir şəkildə göstərməlisiniz. Ya davamlı olaraq bastırırsınız, bədən onu göstərir, ya da siz onu həmin anda göstərə bilmirsinizsə, daha sonra belə deyim də özünü proyeksiya edə bilir digər situasiyalara. Və özünü ifadə edə bilməyən hər bir yeniyetmə, hər bir gənc onu gəlib universitetdə, məktəbdə və ya digər situasiyalarda, işdə göstərə bilir. Heç də çünki hər bir yeniyetmə, hər bir gənc təhsil almır. Yəni təhsil almayan insanlar da var və bunu işdə öz sosial çevrələrində belə deyək göstərə bilirlər. Göstərirlər bunu. Ona görə də mən hər zaman deyirəm, valideyn olmamışdan öncə mütləq ki, bizdə yavaş-yavaş səhv eləmirəmsə yaradırlar valideynlik məktəbi, valideynlik kursları ki, necə davranmaq lazımdır. Ən azından bir az da olsa uşaq psixologiyasına məlumatlı olmaq, yeniyetmə, gənclik, hansı ki, bunu sonra övladlarınız böyüdükcə özünüzdə də davamlı öyrənə bilərsiniz, kitablar oxuya bilərsiniz ki, onların yaş xüsusiyyətlərinə uyğun davranasınız. Və ya biz bunu natamam ailələrdə görürük, hansı ki, hər iki valideynini itirmiş və ya bir valideynini itirmiş və ya heç birini itirməmiş sadəcə tərəflər boşanır. Nəzərə alsaq ki, heç də hər kəs normal şərtlərdə boşanmır. %100 bunun ailədəki fərdə, yəni daha kiçik fərdə təsiri olur. Və orada da müəyyən qədər boşluqlarla biz qarşılaşa bilirik. Hansı ki, həmin boşluğun nəticəsində ya bullying edən tərəf olur, ya da bullying olunan tərəf olur. Bu da təbii ki, həmin yeniyetmə və gəncin sinir sistemindən, böyüdülmə şəklindən, tərbiyə üsulundan asılıdır. Bəs mənə sual versəniz ki, övladımızın bullying olduğunu necə öyrənə bilərik? Hansı davranışlar? Əgər övladınız və gənc, yeniyetmə, yəni hər kəsə aiddir də bu. Çünki bəzən bilirsiniz, gənclər düşünür ki, artıq 19-20 yaşım var, 21 yaşım var, daha artıq müstəqil insanam. Amma bəzən elə situasiyalar olur ki, köməyə mütləq ehtiyac olur. Siz necə bilə bilərsiniz ki, övladınız bullyingə məruz qalır və ya yox? Çünki bəzən yeniyetmələr hardasa kömək edə bilirik, amma gənclər elə düşünürlər ki, artıq onların 19, 20, 21 yaşları var və müstəqildirlər. Təbii ki, müstəqildirlər. Amma mən deyərdim ki, həyatımızın hər bir periodunda bizim özümüzdən böyük insanların dəyərli fikirlərinə ehtiyacımız var. Mütləq ki, var. Bu bəzən mütəxəssis olur, bəzən valideynlərimiz olur, bəzən nənə-babalarımız olur və s. Əgər çox sosial bir insandısa və getdikcə özünə qapanırsa, bədənindəki təşviş, həyəcan daha da artırsa və ya heç yox idisə, yarandısa, yenidən bir narahatlıq hiss edə bilirsiniz, ünsiyyətdən qaçırsa, müəyyən qədər bunu müşahidə edə bilirsiniz və ya daha çox ondan zaman keçirməyə çalışın. Baxın, görün, hər hansı bir narahatlığı varmı, hər hansı bir, belə deyim sizə, əsas problemlərindən başqa ki, hansı ki, gündəlik problemlər hər birimizin həyatında olur. Onu narahat edən daha ciddi bir məfhum varmı həyatında ümumilikdə? Yenə deyirəm, yeniyetməlik və gənclik elə bir perioddur ki, o hər zaman bir danışa biləcəyiniz bir insana, valideynə mütləq ki, ehtiyacınız olur. Ona görə deyirəm, övladlarınızı aktiv şəkildə dinləyin, mütləq ki, dinləyin. Çünki böyüdükdən sonra daha çox valideynlərlə dost olmağa başlayırsınız. Həm gənclik, həm yeniyetməlik dövründə daha çox danışmağa çalışırsınız, daha çox başa salmağa, daha çox duyğularınızı bölüşməyə çalışırsınız və həmin o dövrdə mən deyərdim ki, valideynlər çox yaxşı istifadə eləsinlər. Çünki övladların buna ehtiyacı olur. Səbəblər ailədən qaynaqlanır, səbəblər yaşanılan hisslərin, duyğuların, bəzən də özünü sübutun nəticəsidir. Hansı ki, burada mən bunu eləyə bilərəm fikri dayanır və ya
Hər kəs özünü bir şəkildə ifadə etməyə çalışır. Bəzən bu pozitiv olur, bəzən neqativ olur. İki növ var: destruktiv və konstruktiv. Konstruktiv düzgün istifadə olunan aqressiyadır. Aqressiya hər birimizin içində var. Destruktiv isə dağıdıcıdır. Hansı ki, rəssamlarda, şairlərdə görə bilərsiniz ki, üsyankar olurlar, bəzən içlərində aqressiya olur və onu konstruktiv şəkildə istifadə edirlər. Yəni onu bir belə deyim də, fəaliyyətə istiqamətləndirirlər ki, çox gözəl şeirlər, çox gözəl sənət əsərləri ortaya çıxır və onu dağıdıcı olaraq istifadə etmirlər. Və gənclərimizdə də daha çox yeniyetmələrimizin içində də bu aqressiyanı görə bilirik. Onu daha düzgün formada istiqamətləndirdiyimiz zaman nəticədə daha sakitləşmiş, daha özü ilə baş eləyə bilən, özü ilə barışıq fərdlərlə qarşılaşa bilirik. Belə videonun nə qədər olduğunu bilmirəm, amma ümid edirəm ki, beynimdəki bütün düşüncələrimi sizə çatdıra bildim. İzlədiyiniz üçün çox təşəkkür edirəm. Növbəti YouTube videosunda görüşək.